Salam elektrik ve elektronikçi kardeşlerim. Bugün Temu'dan aldığım Unit XT multimetrini sizden analiz edeceğiz. Bundan evvel almıştım Unit'in başka modeli. Beğenmedim diye bir üst modelin alma kararına geldim. Sen bunun açılışını eləyək. Qablaşdırmasına baxdıqda qəşəng qablaşır olub. Əvvəlki səfərdə aldığım multimetri yaxşı qablaşdırmamışlar. Paket zədələnmişdi. Yani qablaşdırması zordur. Yani qutum qoruyur bu. Əzilmədə yad olmuyor. Burada deməli sən kağızdır bu. Burada deməli Çin dilində, Fransız dilində, nə bilim İngilis dilində açıqlamaları qeyd olunub. Deməli bu açıqlamada Unit 89X bir də 89XT modelinə uyğun açıqlama qeyd olunub. Mən bunları analiz eləmişəm. Yəqin siz də bu video baxırsınızsa əgər, yəqin XT model haqqında araşdırma edirsiniz. Bir də çox danışmaydan salacaq. Burada arxasında açıqlamalar da qeyd olunub. 89X ilə XT modeli arasında fərqliliklər nədir? Deməli X modelində lav hissəsi olur, bir də ki temperatur ölçə bilirsən. 89XT modelində isə onlardan biraz dəyişik olaraq LED hissəsi var ki, ledləri yoxlaya bilirsən. Məsələn, hansı lampa işləyir, işləmir. Mən 89X almadım, çünki temperatur qismi çox da doğru düzgün göstərmir. Yəni mənə hansı işlə bilmirəm lazım olacaq. Yəni burada da temperometrim var mənim. Daha ehtiyac duymadım. Dedim LED işləmində daha çox istifadə edirəm. Ona görə XT modelini aldım. Bir ədəd orta dərəcəli problarımız var. Belə baxdıqda bir an çaxayla buna. Orta dərəcəli keyfiyyətli naqillərdir. Bunları çıxardaq. Bunları qoyub qıraq. Deməli, mən buna batariyasını salmışam. Batariya qismini sizə göstərəcəm. Deməli, batariya qismi buradan açılır. Batariyanı çox da açmaya gərək yoxdur. Fikir versəz, şurub qisminə də burada, yaxşı görsədim sizə, dəmirdəndir. Dəmir qismindən düzəldiblər ki, yəni şurub dəfələrlə açıb bağlasam belə yeyilmir olan yer. Plus buradan şurub da çıxmır, düşmür buradan. Əladır bu hissəsi, super. Deməli 4 ədəd Duracell batarya qoymuşam. 4 ədəd Duracell batarya gedir. Bir də burada yəni üstün cəhətləri, başqa məsələn testerlərdən üstün cəhətləri odur ki, əriyən qoruyucu qoyublar bura. Biz el arasında perixronometr deyirlər. Deməli 630 milliamper, yəni milliamper qisminə görə 630 milliamperə qədər qoyublar. 20 amperin qismi burada fərqli olduğu üçün ona görə də 20 amperlik burada əriyən qoruyucu qoyublar. Üstün cəhətlərdən birisi də tez xarab olmur. Yəni deyək ki, yüksək cərəyan burada atdısa, hansı bir detal olmasam sıradan çıxdısa, birinci əriyən qoruyucular sıradan çıxır. Üstün cəhətlərdən birisi də budur. Başqa üstün cəhətlər də var. O məsələni sizə indi izah edəcəm. Onu bağlayayım. Başqa üstün cəhətləri də var ki, məsələn, problar salmışam bura, indi probları da salaq. Komu mənfini, yəni mənfi olan bizim qara şunumuz komdur. Ortaq ayağımız bağladıq bura. Qırmızı isə burada məsələn qeyd olunub. Hertz, məsələn, diod, siqnal, gərginlik, LED, rezistor hissələrini bu qismdən istifadə edəcəyik. Əgər milliamper, mikroamper ölçəcəyik isə qırmızı probu bu qismə salacağıq. Fikir versəz, burada ayaqlarından fikir versəz, qırmızı rəngdə qeyd ediblər. Yəni qırmızılar bura, üçündən birinə, qara isə sadəcə bura deyil, salın. Amper isə ölçmək üçün bu qismə salırsınız. 20 amper, maksimum 20 amper yazıb bura. 10 saniyədən artıq burada saxlamayın. Yəni 10 saniyə müddətində 20 amper çəkəcəksinizsə 10 saniyədən artıq saxlamayın deyir. Nəsə işə salaq. Bu bizim NCV qismi. Bundan əvvəl Unit'in 89C modelini almışdım. NCV qismi mənə çox da ləzzət eləmədi. Amma bu qismini yoxlayıram, mənə ləzzət eləyir. Low kiçik, hiç yüksək qismi var. Yəni bu nə işə yarayır? Yoxlayaq. Kiçik gərginlikləri low qismindən ölçə bilirsiniz. Bu qismi nədir? NCV qismi bu qismindədir. Deməli burada deyir ki 48-220 volt arasında yaşıl işıq yanır. Ondan aşağı gərginliyi olduqda sarı işıq yanır. Deməli bunu atıram kiçik, yəni low qisminə. Yetim belə neyinir?
Batarya məsələn yaxınlaşdırıram. Salmır. Lov qismini atıram. Yəni kiçik lov, balaca, kiçik qismini atıram. İngiliscə o demək salır. Balaca batarya yox. Salır. Lov. Sonra atıram bunun 108 qismini. Bunu yoxlamaq üçün gəlsəm belədir. Yəni 220 volt, 1000 volt gərginliyi arasına heç qismini atmalısınız ki, yaxşı doğru yoxlaya bilərsiniz. Buradan 600 millivoltdan 1000 volta qədər gərginliyi ölçmə qismimiz var. Deyək ki, əlimizdə 9 volt batariyadırsa, 9 voltdan yuxarı olan bir qismi seçməliyik. 6 da yox, 60. Bunu qoyaq bura. Ekranın öz işığı da var. Üstünlüyü odur ki, qaranlıq düşəndə işə düşür. Məsələn, dayandırmaq isə bu şəkildədir. Bu şəkildədir. Haradasa 40 saniyə falan belə işlək vəziyyətdə qalır, amma qaranlıqda pasiyanla qalır. Select qismi də məsələn var ki, məsələn atdım bunu dəyişən gərginliyi qisminə. Burada məsələn heç qismləri ölçmək üçün burada qism var. Yəni dəyişirsən, select-dən atırsan herisə və yaxud gərginliyə. 9 voltluq batareyanı ölçək. Asaq qalsın burada. 9 volt batarya. Brat, işləmədim. Salmışam bura. Məsələn, bunu başlayıb ölçməyə. Nə qədər deyil? 8.87 volt. 8.93 volt. Başqa batarya yoxlayaq. Belə 9 volt ayrıca da var. 9.24 volt. Burada Turaya RMC yazılıb, yəni doğru ölçüm mənasını verir. Həm də ki, bəzi özəlliklər var ki, yəni dəyişən cərəndədə, sabit cərəndədə olan siqnallar ki var, onları doğru düzgün ölçüb bildirə bilir. Turaya RMC haqqında araşdırma eləsiniz, tam yəni onun mövzusu ayrıdır. Nə oldu, işləmədi? Bir dəqiqə, mənim başım qarışır danışa. 1.6 volt. Sonra keçək məsələn dəyişən cərəyanın qisminə salaq 220-yə. Baxayım nə göstərir bizi. Getdi. $204 volt. Başda mən bunu 1000-ə də qoysam göstərəcək. Bəzi keyfiyyətsiz testirləri nəzərən məsələn bunun qismini məsələn dəyişsən belə yanma ehtimalı var. Amma bunlarda məsələn dəyişdir rezistora, gərginliyə, amperə, amma 220-də qaldığı müddətcə belə yanmır. Yəni çox gözəl üstünlüyü budur ki, yəni hələ sıradan çıxmır. Select-ə basanda gərginlik bölümündə nə qədər məsələn tezlik var, onu bizə deyir. 50 Hz civarında da elə olmalı dərəcədədir. Burada amper qismi də var. Amper yəni cərəyan qismində deyir, tezlik də ölçə bilirsən, cərəyanın özü də ölçə bilirsən. Sadəcə bunları ölçərkən dövrəyə ardıcıl olaraq, yəni amper ölçərkən dövrəyə həmişə ardıcıl olaraq qoşur. Amma sabit cərəyanda, məsələn, kiçik bataryalarda yadda ölçməkdə problem olmaz. Amma litium bataryaları ölçməmək şərti ilə. Yəni, yüksək cərəyan gelir. Arxasında olan qoruyucu sıradan çıxa bilər. Məsələn, amper qismindən keçdik. Sabit amper qisminə. Milliamper, burada isə amper. Tamam. Blok bitaniyadan indi baxın nə qədər maksimum amper verir? 5.78. İndi ondan doğruluq duracağıq ki, baxaq doğru ölçürmü? Deməli, qırmızı robumuzu taxırıq 20 amper qisminə. Yəqin görünür orada. Necədir? Qəşəng. 5.8 amper. Belə o problu ki gəlir bura. Bunu taxırıq qırmızıdan qırmızıya, qaranlıq qaraya. Burada nə qədər amper çəkəcəksə, burada da həmin amperi göstərəcək bizə. Salırıq. 5.6 amper, 5.6 amper. Düppədüz mil demək olar. Sapmalar ola bilər. O naqilin uzunluğundan dolayı onu da hesaba gəlin ki, yəni buradakı naqil uzanaraq gəlib bunu ölçür. 5.62 amper, 5.60 amper. Düppədüz mil. Bunu çıxardaq buradan. Bunu verək 12 volt qisminə. 12 voltda saxlayıb. Baxın 12 voltda nə qədər düz deyir. Tamam, bunu ataq
Sabitçələn qisminə saldıq. Bunu da işığını yadınırıq. 11.87 volt. Başlı 10 millivolt burada fərq eləyir. Ola bilər, normaldır. Çünki naqilin uzunluğunu dediyim kimi qeydə almalıyıq. 12, %8, 12, 20. Başlı yolda itkini hesaba almalıyıq. Yəni normaldır. Meydə bir yanlışlıq görmürəm. Yəni super. Sonra keçdik burada hertz qisminə. Burada hertz ölçərkən o demək deyil, yəni 220-də sadəcə tezlik var. Platalarda məsələn inverterlər var, yüksək tezliklərlə işləyir. O tezlikləri yoxlamaq üçün bu qismdir. Yəni yaxşı bir özəlliyi də qoyublar. Bir də gəldi ən çox istifadə olunan qism LED. LED qismində bu X-dən üstünlüyü X-ə nəzərən burada LED ölçə bilirsən. Mən nəyə görə temperatur ölçəndə almadım? Çünki orada temperatur doğru ölçmür. Live tuşda mənə lazım deyil. Yəni özəlliyi var, çoxları bilmir. O özəlliyə görə nəyə görə X modelini almadım, XD modelini aldım. Dediyim kimi biri live tuşu da mənim çox da önəmli deyildi. Bir yandan tok yoxlayan belə afterkalarımız var. Daha ehtiyac olmur. Bayaqı deyə bu da olmasa, məsələn atırıq MCV qisminə. Məsələn problardan birisi faz hissəsinə tuş gəldisə siqnal çalacaq. 0 qisminə atmışam, hərəkətlənmə yoxdur. Faz qisminə atıram, çalır. Yəni fazı bu şəkildə də yoxlaya bilərsiniz. LED qisminə gəldik. LED-lərimizi yoxlayırıq. Mən də məsələn yoxlamamışam heç. Nə maraqlıdır? Bu LED-i ölçəndə həm işığı yandır, həm də neçə volt gərginliyi ilə işləyir, onu da deyir bizə. 2.62 volt. Bu LED-lərin parametrlərinə baxmışdım. 2.6, 3.3 volt gərginliyə qədər işləyir. LED-imizi burada yoxlayırıq, yanır. Göstərim hissədə siz də yaxşı görə biləsiniz deyə. 2.62 volt. Belə LED-imiz də var. 2.82 volt. LED-ləri yoxlamaqda superdir. LED qismində keçdik. HFE. Bu qism NPN, PNP tranzistorların nə qədər gücləndirir. Yəni o beta əmsalı deyilən bir anlayış var. Yəni NPN və yaxud PNP tranzistor nə qədər gücləndirir və yaxud işləyirmi, işləmirmi bu qismindən yoxlayaraq test etmək mümkündür. Mən sadəcə problarla diod qismində istifadə edirəm. Mən heç gərək olmur. Yəni nəyə görə gərək olmur? Tranzistorların ayaqları ki var, kiçik olur çox zaman. Bura mən salmaqda bəzən çətinlik çəkirəm. Ona görə daha çox problarla mən test edirəm. Deməli, diod bir də siqnal qismi var. Siqnal qismini yoxlayaq. Diod qismini yoxlamaq üçün isə selectdən ötürürük diod qisminə. Tamam. Bu qismində də deyəsən siqnal çalır. Bir son saniyə. Burada fikir verirsiniz, qırmızı işıq yanır, yaşıl işıq yanır, sarı işıq yanır. Üstünlükdə odur ki, deyək ki, diodun işləyib işləməməsini cihaz göstərir. 512 yaşıl işıq yandı. Deyir ki, sənin diodun saz vəziyyətdədir. Başqa diod yoxlayaq. 516. Bu da başda eynidir. Sıradan çıxmış diod yoxdur burada. Deməli, diod qismində, LED qismində kondensator, onu yadımdan çıxartdım. Detalların işləyir, işləmir deyə ölçü sən bildirir ki, saz vəziyyətdədir, yoxsa nasaz vəziyyətdə. Onu sizə ölçür deyil. Sonra indi əlimdə 470 ohmluq, yəni belə göstərgəli müqavimətimiz var. Sonra bir yanda var. Bu nə qədərdir? 560 ohm. Sonra biri 100 ohm, biri də 10 kilo ohm. Bunlar bir-bir yoxlayacağıq. Ən balacadan gedirik yüksəyə. 470-də atırıq 600 qisminə. Yəni problarımızın istiqaməti fərq eləmir. 470 ohm qismində ölçürük. 463. 470 ohm qismindən sonra J sapma qoyub, hardasa 2-3 dərəcə sapma olur. Yəni bu normaldır. 462 ohm. Sonra keçmiş 560-lıq müqavimətə 554.6. 100 ohm. 104 ohm. Keçdik 10 kilo ohma. 10 kilo ohm isə burada 6-dan sonra 60 kilo ohm qismi var. O qismi atırıq. 10K. 10.10.
Əlimizi qoysaq əgər burada sapmalar olacaq. Odur ki, barmağımızı qoyduqda ikincisinə görə barmağımızı tutturmayaq. Əgər barmağıma qoysam, bir an baxın fikir verin. Oynamalar olur. O isə düzgün göstərməyə bilər. Bu qismlərdə biz diqqətli olun. Kondensator qismi ən çox istifadə etdiyim və ən çox, yəni mənim üçün maraqlı olan qismdir kondensator. Çünki burada 100 MF yazır. 100 mikrofarad deyil, 100 millifarada qədər ölçür. Yəni qismi sevirəm də. 25 volt 2200 mikrofarad. Yoxlayaq. Hardasa biraz gözləməliyik. Sarı işıq yandı. Ölçünə də baxaq, nə işıq göstərəcək bizə. 2200 mikrofarad, 2247 mikrofarad yaşıl işıq yandı. Fikir verdinizsə, deyir ki, sənin kondensator saz vəziyyətdədir. 470 mikrofarad düşdü. Gəl alam bura. Sarı işıq yandı. İndi keyfiyyətinə görə sarı işıq yananda orta dərəcəli, yaşıl işıq yandıqda keyfiyyətli olduğunu bizə göstərir. Əlim qaçdı burada bir dəqiqə. $470 mikrofarad. Nə qədər idi bu? 470 mikrofarad. Saz vəziyyətdədirlər mənim kondensatorlarım. 470 mikrofarad, süper. Seramik kondensator var, 104. Başlayıb 4 dənə də 0 atsam o eləyəcək 100 nanofarad. Bu eləyəcək 100 nanofarad. İndi baxaq. Baxaq bu düzgün ölçəcəkmi? Tutdura bilmirəm. Tuttum. Baxaq bizə nə göstərəcək. Əlimi tutmuşam, düzgün demir. 85 nanofarad. Biraz düşün farad dəyəri. Sənə göstərməyəcəm, bura. Qəbul elədim mən. 1.5 mikrofarad. 1.450 mikrofarad. Başlı dediği kimi süper. Sen verdin bunu gerginlik qisminə, ölçtüm bunu. Ne kadar deyir? 9.7 volt. 2'ymiş. 9.2 volt. Volt qisminə vurdum, sağ rəngdə qaldı, süper. Bundan əvvəl Unit 89X modelini almışdım. Çox xoşuma gəlmədi deyə qaytardım. Amma X modeli, yəni sizə mən tövsiyə edirəm. Bu qədərlik, yəni əldə etdiyim, yəni həm qutu açılışını elədiyinizdən, yəni əldə etdiyim məlumatları sizlə mən bölüşmək istədim. Yəni tövsiyə edirəm bu testləri. İnşallah başqa videolarda görüşmək ümidi ilə çox sağ olun izlədiyiniz üçün sona qədər təşəkkür edirəm. Getdin sən də bir dənə böyürə. Mən yerə servanta qoyasan.